Ona görə İmam Hüseyn əleyhissalam buyururdu ki, insanlar dünyanın qullarıdır. Və din onların dilində boş və mənasız sözə çevrilib. Yaşayışları yaxşı olan vaxt dini qoruyarlar. Bəlalarla imtahan olunduqları zaman həqiqi dindarların sayı azalar. Kərbalada da həqiqi dindarlarla dırnaq arası dindarların üz-üzə gəldiyini görürük. Siz baxsanız ona görə bizim cəmiyyətimizdə də var. Filan kəs dindardır, amma məni aldatdı. O dindardır, amma məsələn bazarda getdim ondan bir şey aldım, mənə keyfiyyətsiz məhsul verdi. Halbuki o dindardırsa o əməl edə bilməzdi. O sadəcə dindən istifadə edib dindarlığı mənfəətindən yararlanır. Yoxsa həqiqi dindar mümkün deyil ki, kiməsə xətər vursun, kiməsə ziyan versin, kiməsə onun əlindən bir ziyan toxunmuş olsun.